Bugün çox vacib, eyni zamanda həssas bir mövzunu müzakirə edəcəyik. Söhbət əlilliyi olan şəxslərin məşğulluğundan gedir. Bildiyimiz kimi bu insanların əmək bazarına daxil olması üçün yalnız bacarıq kifayət etmir, xüsusi şərait və dəstək tələb olunur. Bəs görəsən, bu sahədə mövcud olan dəstək proqramları hansılardır? Əmək bazarında əlilliyi olan şəxslərə hansı iş imkanları təklif olunur? Dövlət Məşğulluq Agentliyinin layihələrin idarə olması şöbəsinin müdürü Talih Hüseynovla mövzunu müzakirə edəcəyik. Xoş gəlmişsiniz, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, xoş gördük. Öncə gəlin aydınlıq gətirək ki, əlilliyi olan şəxs işləmək istəyirsə, əmək bacarığını inkişaf elətdirmək istəyirsə, o hansı sənədləri toplayıb və hara müraciət etməlidir? Təşəkkür edirəm. Məlumat üçün bildirmək istərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabirində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq tədbirlərinə vətəndaşların müraciət etməsi üçün, o cümlədən sizin qeyd etdiyiniz kateqoriya vətəndaşların müraciət etməsi üçün məşğulluq filiallarına və yaxud dost mərkəzlərinə yaxınlaşaraq müraciətlərini qeydə ala bilərlər. Hansı sənədlər lazımdır bunun üçün? Onun üçün vətəndaşlar tək şəxsiyyət vəsiqəsi ilə qeyd olunan filiallara yaxınlaşaraq qeydiyyata düşə bilərlər. Yəni, əlilliyi olan şəxslərdən də başqa hər hansı bir sənəd tələb olunmur, yoxsa necə? Bəli, eynən. Bütün alt sistemlər vasitəsilə biz həmin şəxslərin əlilliyini müəyyən edərək aydınlaşdıra bilirik ki, onlar hansı kateqoriya vətəndaşlardılar və hansı işlərə yönləndirə bilirlərlər. Gəlin danışaq ki, bu kateqoriyadan olan şəxslərin əmək bazarına inteqrasiyası üçün hansı layihələr həyata keçirilir, onların rahat iş tapmaları üçün hansı işlər görülür? Ümumilikdə Dövlət Məşğulluq Agentliyi tərəfindən bir çox aktiv tədbirlər icra olunur. Bunlardan nümunə olaraq mən özlü məşğulluq proqramını, peşə hazırlığı kurslarını, karyera məsləhəti xidmətini və digər layihə və proqramları qeyd etmək istərdim. Qeyd olunan kateqoriya vətəndaşlar da həmin proqramlarda prioritet şəxslər hesab olunurlar. Onlar normal qaydada müraciətlərini edirlər. Ondan sonra isə vətəndaşların qiymətləndirilməsi aparılır. Qiymətləndirmə necə aparılır? Biz onlara məşğulluq imkanlarının qiymətləndirməsi deyirik. Bu qiymətləndirmə prosesində scoring sistemindən keçərək həmin vətəndaşlara əlavə bal verilərək onlar prioritet şəxsə çevrilirlər ki, bizdə bilirsiniz, həmin kurslara cəlb olunması üçün, o cümlədən proqrama cəlb olunması üçün vətəndaşlar qiymətləndirmədən keçirilərək onlar növbəliliyə dayanırlar. O növbəlilik sistemində də onlar ilk pillələrə keçirirlər ki, onların məşğulluğu aktiv şəkildə çox qısa bir vaxtda təmin olunmuş olsun. Proqramlardan istərdim ki, belə deyək, layihələrdən o cümlədən də istərdim ki, bir neçə layihələrimizi qeyd edim ki, sırf sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilir. Layihələrdən Biznesin Sədası layihəsini qeyd etmək istərdim, hansı ki, bu layihə eşitmə məhdudiyyətli vətəndaşlar üçün icra olunur. Ondan sonra Sosial Notlar layihəsidir ki, bu layihə görmə məhdudiyyətli vətəndaşlar üçün icra olunur. O cümlədən autizm sindromlu vətəndaşların məşğulluğunu təmin etməkdən ötürü, o cümlədən sosiallaşmalarını təmin etməkdən ötürü Kaşaltı layihəsi icra etmişik ki, bu layihə çərçivəsində də ilk yeni inklüziv kafe açılaraq o kateqoriya vətəndaşların məşğulluğu təmin olunmuşdur. Bu şəxsləri siz özünüz cəlb edirsiniz, yoxsa şəxs özü əlilliyi olan şəxs sizə iş üçün müraciət edir və bu müraciət əsasında siz onu qeydiyyata alırsınız, daha sonra belə layihələr olduqda onlarla əlaqə saxlayırsınız. Bu proses ümumiyyətlə necə tənzimlənir? Bu prosesi biz bir neçə vasitələr, bir neçə yollarla icra edirik. Bunlardan biz bir istiqaməti ondan ibarətdir ki, vətəndaşlar özləri müraciət edə bilirlər. İkinci istiqamət isə ondan ibarətdir ki, bu sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Özünə məşğulluq proqramından danışmaq istərdik. Əlilliyi olan şəxslər üçün hansı özünə məşğulluq imkanları yaradılır? Ümumiyyətlə, sizdə statistik göstəricilər varmı? Biz ötən ilə nəzər salmış olsaq, ötən il əlilliyi olan şəxslər üçün hansı özünə məşğulluq imkanları yaradıldı və neçə belə şəxs bu imkandan faydalandı? Bu haqda danışardıq. Ümumilikdə özünə məşğulluq proqramı çərçivəsində bildiyiniz kimi bizim bir neçə biznes zərflərimiz var və həmin zərflərin hər birinə qeyd olunan kateqoriya vətəndaşlar müraciət edə bilərlər. Göstərici olaraq isə biz 2024-cü ildə özünə məşğulluq proqramına 1500-ə yaxın
əlilliyi olan şəxsləri cəlb etmişik. Göstəricilərə gəldikdə mən istərdim ki, digər proqramları, o cümlədən işlə təminatla bağlı məlumat təqdim edim. İşlə təminatda ümumilikdə 11 minə yaxın vətəndaş münasib işlə təmin olunmuş. Az öncə qeyd etdiyim kimi özlü məşğulluq proqramı çərçivəsində 1500-ə yaxın vətəndaş, peşə hazırlığı kursları çərçivəsində 500-ə yaxın vətəndaş, o cümlədən sosial kvota üzrə iş yerlərində 1500-ə yaxın vətəndaşımız işlə təmin olunmuşdur. Sizin də qeyd etdiyiniz kimi ötən il 1500-ə yaxın şəxs sosial kvota üzrə iş yerlərinə qəbul olunub. Onlar içərisində əlilliyi olan şəxslər də var. Danışmaq istərdik, məlumat vermək istərdik ki, sosial kvota üzrə işə qəbul nə deməkdir və bu proses necə həyata keçirilir? Sosial kvota üzrə iş agentliyin digər aktiv məşğulluq tədbirlərindən biridir. Bu proqram çərçivəsində işə götürənlərlə əməkdaşlıq edilir. Hər bir 25 işçi sayı 25-dən çox olan işə götürən üzərində bir öhdəlik yaranır ki, onlar sosial kvota üzrə iş yeri yaratmış olsunlar. Bu necə tənzimlənir? Məlumat üçün bildirim ki, işçi sayı 25 nəfərdən 50 nəfərədək olduqda onlar üzərində 3% miqdarında bir öhdəlik yaranmış olur ki, işçi sayının 3% miqdarında onlar sosial kvota üzrə iş yeri yaratmış olsunlar. 50-100 arasında bu 4%, 100-dən artıq olduqda isə 5% miqdarında onlarda iş yeri yaradılmalıdır ki, bu proqramda sırf sosial həssas kateqoriyadan olan vətəndaşlar, o cümlədən əlilliyi olan vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində olan aktiv tədbirlərimizdən biridir. Bu kateqoriyadan olan şəxslər üçün hansı peşə hazırlığı kursları həyata keçirilir? Bu haqda danışardıq. Yəni, onların peşə bacarıqlarını artırmaq üçün hansı işlər görülür? Peşə hazırlığı istiqamətində Dövlət Məşğulluq Agentliyi tərəfindən 175 fərqli istiqamət üzrə peşə hazırlıqları keçirilir. Bu vətəndaşlar da az öncə qeyd etdiyim kimi məşğulluq filiallarına yaxınlaşdıqda onların məşğulluq imkanları qiymətləndirilir. O cümlədən qiymətləndirmə nəticəsinə uyğun olaraq fərdi məşğulluq proqramı tərtib olunur. Həmin qiymətləndirmə çərçivəsində onların, belə deyək, əmək bazarına hansı vəziyyətdə hazır olmaqları, fiziki məhdudiyyətləri, onların bütün növ imkanları qiymətləndirildikdən sonra onlara uyğun gələn peşə istiqamətləri üzrə işlər aparılır. Biz sədalaya bilərik, söhbət hansı peşə sahələrindən gedir, sırf əlilliyi olan şəxslər üçün həmin o peşə kurslarının növləri haqqında məlumat verə bilərik? Qeyd etmək istərdim ki, spesifik olaraq bir peşə istiqaməti yoxdur. Çünki vətəndaşlar bilirsiniz ki, hər birinin fərqli məhdudiyyətləri olur, fərqli imkanları olur. Biz onları qiymətləndiririk, ona uyğun olaraq peşə istiqamətlərinə yönləndiririk. Peşə istiqamətlərindən nümunə olaraq verə bilərəm ki, 175 istiqamətdən biz kompüter hazırlıq kurslarını qeyd edə bilərik, bərbər kimi fəaliyyət göstərmək, gözəllik salonunda fəaliyyət göstərmək və bir çox istiqamətlər var ki, onlardan yararlana bilərlər. Peşə hazırlıq kursları da 6 ay müddətinə icra olunmaqdadır. Həmin bu 6 aydan sonra proses necə davam edir? Həmin o şəxsi siz işlə təmin edirsiniz, yoxsa necə? Peşə hazırlığı istiqamətində biz iki fərqli belə deyim, addımlar ataraq vətəndaşların peşə kurslarına cəlb etməsini təmin edirik. Bunlardan biri Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı mərkəzləri vasitəsilə həyata keçirilir, digəri isə özəl tərəfdaşlar vasitəsilə. Layihə çərçivəsində, yəni bu peşə kursları hazırlığı təşkili zamanı tərəfdaşlar üzərində 60%lıq bir öhdəlik olur. Bu nə deməkdir? Yəni onların cəlb etdiyi vətəndaş sayı, müdavim sayının 60% miqdarında minimum işlə təminat prosesi həyata keçirilməlidir. Və bu çərçivədə də biz əmin oluruq ki, cəlb olunan vətəndaşların imkanları qiymətləndirilərək, onların belə deyim, peşə hazırlığı müddətində göstəriciləri qiymətləndirilərək əmək bazarında mümkün iş yerləri axtarılır, tapılır və onlar məzun olduqdan sonra, o sertifikatlara yiyələndikdən sonra müəyyən olunmuş iş yerləri ilə təmin olunurlar. Çox sağ olun, təşəkkür edirik sizə mövzuya münasibət bildirdiyinizə görə.